Hörmətli xanımlar və cənablar, dəyərli qonaqlar, media nümayəndələri, yazarlar. Hər biriniz xoş gəlmişsiniz bu gözəl tədbirə. Təbii ki, Azərbaycan Milli Mətbuatının 151 illiyinə həsr olunmuş təntənəli tədbirdə hər birinizi bir daha ürəkdən salamlayır və hər birinizə bir daha xoş gəlmişsiniz deyirik. Bugün ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, cəmiyyətin operativ, obyektiv və doğru məlumatlanması naminə gecə-gündüz çalışan qələm və söz sahiblərinin peşə bayramını qeyd edirik. 1875-ci ilin iyulun 22-sində böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdiyi Əkinçi qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bugün müasir inkişaf mərhələsinə qədəm qoyaraq dövlətçiliyimizin, milli məqamlarımızın və həqiqətlərimizin dünyaya çatdırılmasında əhəmiyyətli missiya yerinə yetirir. Hörmətli xanımlar və cənablar, dəyərli qonaqlar. Gəlin icazənizlə Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş təntənəli tədbiri açıq elan edək. Əziz qonaqlar, dəyərli dostlar, vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini gəlin bir dəqiqəlik sükutla yad edək. Bugün bu gözəl məkanı, necə deyərlər, bu gözəl şəraiti bizə yaratdığı üçün ilk öncə gəlin Day to Day restoranının rəhbərliyi və idarə heyətinə dərin təşəkkürümüzü bildirək ki, bu gözəl gündə qapılarını bizə açıb. Əziz dəyərli qonaqlar, təbii ki, bugün ən gözəl bir gündür. Medianın bayramıdır, jurnalistlərimizin bayramıdır, yazarlarımızın bayramıdır. Jurnalist tək xəbər yazmır. Jurnalist həm də həqiqətin şahidləridir. Döyüş bölgələrində belə ən təhlükəli anlarda özlərini risk edərək canlarını odun alovun içərisinə atırlar və onlar tarix yazmasalar da tarixi hər zaman dünyaya çatdırırlar. Bizim dünyasını dəyişmiş belə jurnalistlərimizdən dadda qalan tarix yazmasa da yenə də bütün kadrlarıyla hər zaman dünyaya Xocalı hadisələrini bəxş edən bizim yəni Çingiz Mustafayev, Salatin Əsgərova kimi jurnalistlərimiz var. Onların da ruhları şad olsun. Mən belə düşünürəm bu günləri, bu gözəl tədbiri Media Inform TV-nin rəhbəri bəylərlə sizə təşəkkür edirəm. Bu gözəl tədbiri təşkil etdiyiniz üçün, istəyərdik məclisin başlaması üçün, tədbirimizin başlaması üçün ilk olaraq gəlin sözü sizə verək, bizim qonaqlarımızı salamlayın və ürək sözlərinizi deyim. Gəlin bəylərlə ürəkdən salamlayaq. Çünki onun da az əziyyəti olmuyor və onun bu gözəl dəstəsi də hər zaman elə istədiyi nailiyyətləri hər zaman işıqlandırırlar canla başla. Çox sağ olun, Mehriban xanım. Təşəkkürümü bildirirəm söz verdiyiniz üçün. Hörmətli Media Inform ailesi, hörmətli həmkarlarımız, bildiyiniz kimi bugün 22 iyul Milli Mətbuat Bayramı günüdür. Yəni jurnalistlərimizin günüdür.
Bu münasibətlə bütün jurnalistlərimizə can sağlığı arzu edirəm, qələmləri iti olsun, yaradıcılıqları tükənməz olsun. Yəni, bildiğiniz kimi mətbuat, media 4-cü hakimiyyətlidir. Bunu bütün həmkarlar, bütün jurnalistlərimiz bilir. Həmişə ölkə prezidenti Cənab İlham Əliyevin indiyə qədər çalışdığımız olur ki, etimadını doğrulmuşuq və etimadını da doğruldacaq. Bir daha bayramımız mübarək olsun. Çox mübarək bayramımız. Bu qədər. Teşekkür ederim Gələn müəllim. Siz təbii ki, siz də az əziyyət çəkməmisiniz bu fəaliyyətdə. Mən sizi görə illərdir tanıyıram. Biz həm televiziyada, həm jurnalist fəaliyyətində çox böyük uğurlarımız olub. Nə qədər çətinliklərə, bəlkə boşa düşmüşük, oradan çıxmışıq da, amma həqiqətən də yenə də özümüz vətənimizi, dövlətçiliyimizi hər zaman qorumuşuq, bayrağımızı həmişə təmsil eləmişik hər bir yerdə. Sizə də təşəkkür edirik ki, bu kiçik bir məclis, yəni böyük bir ürəkdir. Yəni burada sizin saydığınız dostlarınız iştirak edir. Yəqin ki, onların da ürək sözləri olacaq. Və mən burada ilk olaraq Bəylər müəllimdən sonra bizim həm şəhid bacısı, həm də qazi anası bu yaxınlarda dünyasını dəyişib. Xəyalə xanım Aydınqızı iştirak edir. O da özünün hər zaman əməyi ilə, mən istəyərdim elə sizin də yanınızda olalım. Biz Xəyalə xanım da təqdim edək, ürək sözlərini desin. O hər zaman qazilərimizin, şəhid ailələrinin yanında olub, xeyriyyət işlərinin həmişə tək Azərbaycanda deyil, Türkiyə mediasında da, Türkiyədə də böyük təşkilatçılıq edib, jurnalist olaraq. Onun da böyük əməyi var. Xəyalə xanım Aydınqızı sizi səhnəyə dəvət edirəm, xahiş edirəm, gəlin. Gəlin alışlayaq Xəyalə xanımı. Onu da qeyd edim ki, biz 6 ildən yuxarıdır ki, şəhidlər haqqında sənədli filmlər çəkirik. Və bu sənədli filmlərimiz bizim həmişə də davamlı olacaq, inşallah çəkirik. Hələlik bir dənə şəhidimizdə kişi var. Bir ay yarıma inşallah onu da bitirəcəyik. İctimaiyyətə təqdim edəcəyik. İndi isə sözü verir Xəyalə. Bəli, Xəyalə xanım, yaxınlaşın zəhmət olmasa. Yəni, bugün bu ağır vaxtlarda, yəni siz çox sağ olun ki, bizim necə dərlər təklifimizi dəvətinizi qəbul edib gəldiniz. Sizə də təşəkkür edirəm, bugün ürək sözlərinizi. Çox sağ olun, Mehriban xanım. Allah razı olsun sizdən. Bəylər müəllim, bir söz vurguladınız. Bayramınız da mübarək olsun. Burada jurnalist, mən prezident təqaüdçüsü və illərini bu yolda verən Vahid müəllim və burada oturan kifayət qədər insanlığını, həyatını bu yolda yaşlaşan bizim qürurlu, bizim zəfakeş, zəhmətkeş media nümayəndələri var burada. Mən hər birini salamlayıram. Çox sağ olun, vaxtınızı çox haqqınızda. Və həqiqətən də artıq Azərbaycan dünyada bir növbədir. Bunun üçün kimə təşəkkür etməliyik? Təbii ki, Ali Başqanımızın Cənab Prezident İlham Əliyev və onun təşəkkürü ilə biz dünyada hər yerdə Allah açıq alır. Hər kəs Azərbaycanlıyım dedikdə fəxrlə qarşılayır. Yəni, bir Azərbaycanlı olaraq hepimiz fəxrliyirik həqiqətən də. Və bugün məclisimizdə çox dəyərli bir qonağımız var, Əli Vahid Çaylı. Sizi dəvət edirəm, siz də bu ürək sözlərinizi deyin. Sağ ol, Mehriban xanım. Bugünkü gün müqəddəs bir gündür. 22 iyun doğrudan özünə məxsus şəkildə sahib seçilən günlərdən biridir. Gəlin bugünkü günü almışdır. Çünkü her bir insanın başında doktor kimi, Azərbaycan Jurnalistlər Birliyimizin kimi, Azərbaycan Yaxçılar Birliyimizin kimi, Prezident mükafatçısı kimi, həqiqi mənada olan Bəylər İmamoğlu'nun zəhmətinin həmişə üstün tutmuşam və onu səninlə qəlbdən bir daha bugünkü gün münasibəti ilə təbrik edir. Gəl alış göndərəyim. Çünkü məclisin en baharlı çağı həmişə ürəkdən gələn senin alqışa çiğdir. Bəylər müəllim həqiqi mənada atdığı addımlar, informlar
media informda öz dəsti xəttim olsun. Bəylər müəllimin məkanında, Saatlı rayonunda 2016-cı ildə, 2018-ci ildə belə tədbirlərimiz çox olur. Biz Saatlı rayon şəhər kompleksini ziyarət eləmişdik və icra nümayəndələrinin iştirakı ilə Bəylər müəllimin öz dəsti xətti var. Bəylər müəllimin yazıları, süjetləri, onun ərsiyə gətirdiyi Azərbaycan balalarına təqdim elədiyi və o da ağrı, acı olan yerə özünü birinci çatdıran bizim doğrudan da media informun rəhbəri Bəylər müəllimin. Və qətiyyətli olmalıdır, gələnimizin güclü olmağını arzulayır. Deyək, söz məsələnin dinləməni, sözü bacarıb yerində işlədənindir. Sözün kuş kimi qanadı var incə. Söz olmasa nəyə lazımdır düşüncə? Gəlin düşüncəli bir şəkildə hamınızı təbrik edin. Var olasınız. Çok sağ olun, teşekkür ediyorum. Allah sizi var eləsin, can sağlığı arzulayıram sizə. Sağ olun, teşekkür ettik. Bizim güzel qonaqlarımız, bizim hamının sevdiyi musiqiləriyle, səsiyle İlhamə xanım bura gəlib dəvət eləmişik. Dəvətimizi necə belə qəbul edib gəldiyiniz üçün təşəkkür edirik sizə. Çünki İlhamə xanım bugün çox tədbirlərə dəvət olub, amma tək bizi seçib. Ona görə buna həqiqətən də təşəkkür edirik. Gözəl musiqiləriyle birazdan hər birimizi teziyar edəcək. Və burada illərlə Bəylər müəllimin Media Info TV-nin yanında olan şöbə müdiri Elxan Cahangirov da var. Biz gəlin ona da sözümüzü verək. Değerli dostlar, təbii ki, ürək sözlərinizi dinləyəndən sonra çox maraqlı tədbirimiz olacaq. Hamınız şənlənəcəksiniz musiqilərlə. Ne diyeyim, yani bugün sizin gününüzdür. Siz ürək sözləriniz, hər biriniz kim istəsə də yana gəlib mikrofon qarşısında deyərlər. Buyurun Elxan Hanım, hoş gəldiniz. Sizin ürək sözlərinizi eşitdik. Sağ olun Mehriban Hanım. 22 iyun Milli Mətbuat Günü. Milli Mətbuat Günü Azərbaycanda qeyd olunmuşdur. Bunun əsasını 1875-ci ildə 1877-ci ilə qədər Həsən bəy Zərdabi tərəfindən Əkinci qəzetində qeyd olunmuşdur. Mən bu gün münasibətilə bütün mətbuatçılarını təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzularım. Bilirsiniz, mətbuat həm şərəflidir, həm də eyni zamanda məsuliyyətlidir. Ona görə hər bir zaman hər hansı bir məsələlərin həllini onun dürüst və dəqiq yerində həll olunmalıdır. Həmişə hörmətli cənab prezidentimiz deyir ki, mənə çatdırılmayan məsələləri yalnız mən mətbuatdan eşidirəm. Ona görə də mən hər birinizdən xahiş edirəm, həmişə yazdığınız məlumatı dürüst, dəqiq, lazım yerlərə çatdırırsınız. İşlərinizdə müvəqqətə davet edirəm, bir daha bu bayramımızı təbrik edirəm. Sağ olun. Siz sağ olun, teşekkür ederim. Değerli dostlar, isterdim ki biz gelen bir musiki sedaları altında İlhamə Hanım'ı, yani müziğlerimizi dəvət edək və musikini eşidək, sonra yine de məclisimiz devam edecek, kimi ürək sözləri var, dəvət edəcək. Geceler sırdaşım olmuş tükenip gitti hayatım, acılar kalpte dururmuş, bu nasıl yürektir anlamadım. Geceler sırdaşım olmuş tükenip gitti
Gitti hayatım acılar, kalpte dururmuş bu nasıl yürektir anlamadım. İkimiz kavga ederdik birimiz, hep susuverdi bırakıp gitmeyi denedik. Seni yüreğimden çıkaramadım, kapadım adalara kendimi yaşadım. Yüzünü zamansız yüreğim sakladı yaşını, seni yüreğimden çıkaramadım. Seni de bu yüzden unutamadım. Can veren Allah şimdi verdiği gibi olsun. Haber gelmiyor yardım, belli beni sevmiyor artık. Varsın bana can veren Allah şimdi verdiği gibi olsun. Geceler sırdaşım olmuş tükenip gitti hayatım acılar, kalpte dururmuş bu nasıl yürektir anlamadım. İkimiz kavga ederdik birimiz, hep susuverdi bırakıp gitmeyi denedik. Seni yüreğimden çıkaramadım, kapadım adalara kendimi yaşadım. Yüzünü zamansız yüreğim sakladı yaşını, seni yüreğimden çıkaramadım. Seni de bu yüzden unutamadım. Haber gelmiyor yardım, belli beni sevmiyor artık. Varsın bana can veren Allah şimdi verdiği gibi olsun. Haber gelmiyor yardım, belli beni sevmiyor artık. Varsın bana can veren Allah şimdi verdiği gibi olsun. Bir daha hepinizi tebrik edeyim. Bayramınız mübarek olsun. Beyefendi, teşekkür ederiz size. Beni bakalım. Teşekkür ederim. Çok sağ olun. Teşekkür ederim. Ben de size inşallah siz devam edin. Kalbiniz devam edin. Ve bir etimizleriniz daha bir insanlardan bizim en güzel havalarından biri. Çünkü verdiğiniz boyunca sizlerden hep seviliyoruz. Ben şenlendireceğim. Değerli donanlar, bugün içerisinde belediye, Medeni Fon Derneği, Şunti Doktoru var, Cehennem. Onun da bir var. Cehennem. Sizin bugüne itibarla memleketten tebrik edilen ve söz artistleri. Buyurun yani.
Bütün konularımızı biraz zamanlarda doğal bir şeyler var olun müfessizliği bir kavramımız var. Hörmətli media nümayəndələri, bugünkü əlamətlər bir gündə bizim bu məclisimizdə qəhrəmanlıq sərnaməsi yazan, bizim çox dəyərli, çox igid şəhidlərimizin şahidi, Azərbaycan xalqının fəxri, mən belə deyərdim. Çünki o Qarabağ torpağında bir igidlik göstərən, bir qəhrəmanlıq sərnaməsi yazan, Saatlı rayon icra hakimiyyəti aparatının məhsul işçisi Qazi Mürsəlov Fərhad Əlizadə oğluna bura dəvət edirəm. Böyük alqışlarımızla Akşamınız xeyir olsun. İlk önce bütün burada əyləki, əziyyəti, zəhməti keçən şəxsləri mətbuat günü münasibətilə təbrik edirəm. Həmçinin icra başçısına Elmir müəllimin təbriklərini çatdırıram. Mən onun qəbulunda olduq. Ancaq bu məsələyə əlaqədar ki, mən bu tədbirə dəvət edirəm. O da şəxsən Bəylər müəllim bildirdi ki, Bəylər müəllim digər rayonları deyə bilmərəm, Saatlının problemlərinin üzə çıxarılmasında, kimsələsə yardım olunmasında, hüquqi cəhətdən, hər cür cəhətdən Bəylər müəllimin özünün və kollektivinin rolu böyüdür. Yəni, həmin şəxs dəvət edirsə, o tədbirdə iştirak edəmək mütləqdir. Salamlarını çatdırır və sizə gələcək işlərinizə uğurlar arzulardır. Bütün bugün doğrudan da gözəl gün deyil. Azərbaycanda mətbuat işçilərinin borcu odur ki, xalqın içərisində olan problemləri. Hamı bilir ki, problemlərin üzə çıxarılmasında savadlı kütlə var, savadsız kütlə var. Kiminsə əli harasa çatır, kimsə nəsə umurunu gözləyir. Siz mətbuat işçiləri həmişə bugünlük olmuşsunuz. Siz onların həmişə problemlərin üzə çıxarılmasında hər doğulmasında zor gözəl görməklər göstərirsiniz. Buna görə öz adına ayrıca təşəkkür edirəm. O kitabı dedim 2020-ci Vətən müharibəmizdə iştirakımız və qələbəmiz doğrudan da dünya səviyyəsində axır 200-də, 100-də siz görürsünüz ki, heç bir xalq, heç bir dövlət öz torpağını, işğal olmuş torpağını geri qaytara bilmir. Yeganə millət idi, dövlət idi. Biz bu torpaqlarımızı geri qaytardıq. Bütün Azərbaycan xalqının iştirakı ilə. Əlbəttə ki, başda bizim Ali Başkanımdan İlham Əliyev olmalı. Allah bizim xalqımızı qorusun. Allah bütün əziyyəti çəkənlərin əziyyəti yıkılmasın və min əziyyət etsin. Allah sizlərə ömür versin, sizə uğurlar arasın. Çox sağ olun. bir dəqiqə qazimiz Media İnformu kanalının rəhbərliyi tərəfindən sizə fəxri diplom təqdim olunacaq. Milli Mətbuat Günü münasibətilə fəxri diplomlarını oldu. Təbrik edirəm. Təbrik edirəm. Allah sizi korusun. Allah sağlığını korusun. Allah milletini korusun. Allah Cenab-ı Prezidentini korusun.